Salam əziz şagirdlər. Deməli, mövzumuz sintaktik əlaqələr. Sintaktik əlaqələrlə bağlı düzdür, dimin proqramında olmasa da ki, tabelli əlaqəsi, tabelli əlaqəsinin növləri bunlar soruşulmur. Amma yenə də dolayı yollarla sintaktik əlaqələrlə bağlı müəyyən suallar düşür ki, bunları bəzən buraxılışda, bəzən də blok imtahanlarında görə bilirik. Və uşaqların çətinlik çəkdiyi bir məsələdir. Baxmayaraq ki, asandır, maraqlı bir dərsdir. Yenə də anlatmağa çalışacağım inşallah ki. Deməli, sintaktik əlaqələr nədir? Sözlərin bir-biri ilə sintaktik yolla birləşməsi, əlaqələnməsidir. Morfoloji cəhətdən dəyişə də bilər sözlər, dəyişməyə də bilər. Bu nə deməkdir? Bəzi sözlər cümlədə şəkilçi qəbul eləyərək bir-birindən əlaqələnir, bəzisi eləməyərək bir-birindən əlaqələnə bilir. Və bu sintaktik əlaqələr iki yerə bölünür. Bir tabesizlik və bir də tabellik əlaqəsi. Buradan göründüyü kimi tabesizlik əlaqəsi nədir? Tabesizlik əlaqəsi bir-birinə tabe olmayan bərabər hüquqlu sözlər və cümlələr arasında olmuş olur. Nələrin arasında olur? Həmsiz üzvlərin, tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında olur. Bir də tərkiblərin ismi birləşmələrin asılı tərəfində sözlər olur ki, onlar normalda nəyə bənzəyirlər? Həmciz üzvlərə bənzəyirlər. Amma cümlədə həmciz üzv kimi iştirak etmirlər, çünki hansısa bir tərkibin və birləşmənin tərkibində olurlar. Bu cəhətdən onların arasında nə var? Tabesizlik əlaqəsi vardır. İndi baxaq görək. Və təbii ki, tabesizlik əlaqəsinin göstəriciləri əsasən tabesizlik bağlayıcılarıdır. Bəzən də həmciz üzvlərin və cümlələrin arasındakı intonasiya, yəni vergül işarəsidir. İndi baxaq, necə biz tabesizlik bağlayıcısına rast gəlmişik? İndi baxaq cümlələrə. Məsəl üçün, deyək ki, hər hansısa bir həmciz mübtədalı bir cümlə yazaq. Yoxsulluq, ehtiyac insanların bəlasıdır. Bax, belə bir cümlə yazdıq. Burada deməli, uşaqlar, nəyə görürük? Birinci cümlədə yoxsulluq, ehtiyac insanların bəlasıdır. Bu cümlədə həmcins üzvlər varmı? Var. Nə yoxsulluq, nə ehtiyac. Bu ikisi həmcins mübtədadır. Və bunların arasında vergüllə də ola bilərdi və bağlayıcısından da ola bilərdi. Həm yoxsulluq, ehtiyac və yaxud da yoxsulluq və ehtiyac. Həmcins mübtəda. Bunların arasında oldu tabesizlik əlaqəsi. O balıq tutmaq üçün qurd və çörəkdən istifadə edirdi. İstifadə edirdi kim? O. Nədən istifadə edirdi? Çörəkdən. Nədən istifadə edirdi? Qurddan. Burada təbii ki, ixtisar baş verirdi. Yəni, həmciz nələr oldu? Tamamlıqlar, göstəricisi nədir? Və tabesizlik bağlayıcısı. Deməli, gördük ki, cümlə üzvlərinin həmciz olanlar arasında tabesizlik əlaqəsi olur. Bir də baxırıq. Havalar soyudu, payız gəldi və quşlar uçub isti ölkələrə getdilər. Soyudu havalar, gəldi payız, getdilər quşlar. Nə olmuş oldu? Tabesiz mürəkkəb cümlə oldu. Və bir komponent intonasiya ilə, biri isə bağlayıcı ilə bağlandı və bunların arasında iki dənə tabesizlik əlaqəsi olmuş oldu. Burada diqqətli olmaq lazımdır uşaqlar. Bəzi hallarda hər hansı bir tabeli mürəkkəb cümlədə də tabesizlik bağlayıcısı işlənə bilir. Məsəl üçün, bu cümlədə nə görürük? Düzdür, oxudu, amma yadında qalmadı. Bu tabesiz mürəkkəb cümləyə bənzəsə də, bax, bu modal sözü cümlənin əvvəlinə artıranda bu cümlə olur tabeli mürəkkəb cümlə. Hətta bu sxemə uyğun tabeli mürəkkəb cümlə. Buradakı vergül və amma bağlayıcısı bizi çaşdırmasın. Bunların arasında tabesizlik əlaqəsi olmayacaq. Bu məsələdə diqqətli olmaq lazımdır. Bir də hardasa vergül görəndə həmən ayda tabesizlik əlaqəsi. Nə gözəl. Elə bir şey yoxdur. Məsələn, cümlənin ortasında modal söz deyək ki, var. Modal sözün hər iki tərəfində deyək ki, cümlədə verilibdir, bəlkə modal sözü, hər iki tərəfində vergül verilibdir. Yəni, vergülü görən kimi həmən tabesizlik əlaqəsi deyə götürmək lazım deyil. Cümləni başdan aşağı oxumaq, başdan ayağa oxumaq lazımdır. Bizim hal-hazırda şagirdlərimizin də elə mən qarışıq müəllimlərimizin çoxunun da bəlası odur ki, bəzən bildiyimizi zənn edib cümləni oxumuruq və ya şərti tam oxumuruq, ona görə sonra baxırıq ki, asan bildiyimiz səhv, sonra da bunun adını qoyuruq texniki səhv, özümüzə pay çıxartmağa çalışırıq. Yəni, burada diqqətli olmaq lazımdır. Bir də tabeli mürəkkəb cümlə. Məsəl üçün, oxuyuram ki, universitetə qəbul olum. Baxın, burada görürük nə var? Ki bağlayıcı var və vergül var.
Amma biz burada da tabelli əlaqəsi götürməyəcəyik. Niyə görə? Çünki bu cümlə özü tabeli mürəkkəb cümlədir. Bunların arasında bərabər hüquq yoxdur. Bunlar bir-birindən asılıdırlar. Biri budaq cümlə olur, biri baş cümlə olur. Burada artıq təbii ki, baş cümlə birinci gələcək. Üzr hesablayın. Belə, bu tabesilik əlaqəsi uşaqlar. İndi isə keçirik əsas məsələ tabelilik əlaqəsinə. Tabellik əlaqəsi əslində maraqlıdır. Tabellik əlaqəsi sözlərin bir-birinə tabe olaraq bir-biri ilə əlaqələnməsinə, tabeli şəkildə əlaqələnməsinə deyilir. Və 3 dənə tabellik əlaqəsi var dilimizdə. Birincisi uzlaşma. Uzlaşma nədir? Uzlaşma adından göründüyü kimi deyir ki, nədir? Tərəflər uzlaşdılar, müqavilə bağlandı. Yəni bir-birinə anlaşmaq. Və uzlaşma əlaqəsi əsasən olur mübtəda və xəbər arasında. Və bir də bir şey yadda saxlamaq lazımdır. Digər əlaqələrdə də, bütün söz birləşmələrində də həmişə birinci tərəf asılı tərəf olur. İstisna haldır ki, uzlaşma əlaqəsində birinci tərəf əsas tərəf olur, ikinci tərəf asılı tərəf olur. Mən bunu geniş-geniş izah edəcəm sizə və təbii ki, qulaq asanda siz özünüzə uyğun şəkildə götürdüyünüzü götürərsiniz. Və o həmişə gördüyümüz kimi ikinci tərəfdən birinci tərəfə, yəni asılıdan əsasa çəkilmiş olur. Uzlaşma əlaqəsinin göstəriciləri şəxs şəkilçiləridir. Bir də mənsubiyyət şəkilçiləridir. Normalda yeni proqramda uzlaşma əlaqəsini ikinci və üçüncü növün arasında vermirlər. Sadəcə mübtəda xəbərdə götürürlər. Amma blokda hər hansısa bir sual düşəndə təbii ki, orada baxırıq ki, cümlədə tabellik əlaqəsi varmı və yaxud da neçə tabellik əlaqəsi var. Biz o zaman söz birləşmələrinin hamısının arasında tabellik əlaqəsi götürəcəyik. Və mübtəda xəbər arasında bunun göstəricisi əsas olaraq şəxs şəkilçiləridir. Məsəl üçün, belə deyək ki, mən dərs oxuyuram cümləsində şəxs sonluğu birinci şəxs əvəzliyinə uyğundur. Uyğunlaşdığı üçün bunların arasında uzlaşma əlaqəsi var. Və yaxud da deyirəm ki, sən və sinif yoldaşların gəzməyə gedəcəksiniz. Belə bir cümlə deyək ki, gedəcəksiniz kim? Sən və sinif yoldaşların. Yəni burada söz sonunda diqqət eləmək lazımdır ki, bəzən həmciz üzvlərdə bu uzlaşma əlaqəsində problemlər ola bilir. Əslində sən və sinif yoldaşların gəzməyə gedəcəklər də düşə bilir bəzi cümlələrdə, gedəcəklər. Amma diqqətli olmaq lazım idi ki, uzlaşma əlaqəsində həmciz üzvlərlə bağlı bir məsələ vardı. Əgər həmciz mübtədaların içərisində birinci şəxs varsa, xəbər mütləq birinci şəxsin cəmində olur. İkinci şəxs və digər şəxslər varsa, yəni təbii ki, birinci şəxsi çıxırıq. İkinci və üçüncü şəxslər varsa, xəbər ikinci şəxsin cəmində olur. Üçüncü şəxs təkdirsə təkdə, cəmdirsə cəmdə olmalıdır. Artıq ən çox uzlaşmanın pozulması bir də rast gəlinir bu halda ki, cümlənin mübtədası üçüncü şəxsin cəmindədir, amma xəbər üçüncü şəxsin təkindədir. Bu zaman uzlaşma pozulur. İndi burada sən və sinif yoldaşların demək nə deməkdir? Siz deməkdir. Sizdirsə, ikinci şəxsin xəbərlik şəkilçisi siniz. Baxın, burada qaraladım. Bu deməkdir. Demək ki, burada nə var? Uzlaşma əlaqəsi gözlənilib, uzlaşma əlaqəsi var. Burada diqqətli olmamız lazımdır. Məsəl üçün, qonaqlar gəldilər. Bax, qonaqlar neçənci şəxsdir? Üçüncü şəxsin cəmidir. Gəldilər neçənci şəxsdir? Üçüncü şəxsin cəmidir. Uzlaşma əlaqəsi var. Bəzi hallarda nə olmuş olur? Gəldi olur. Qonaqlar gəldi. Qonaqlar gəldi olduğu təqdirdə isə nə olmuş olacaq? Uzlaşma əlaqəsi pozulmuş olacaq. Bu məsələyə də diqqət eləmək lazımdır ki, bu soranın mövzusudur. Burada qrammatik normanın pozulması falan məsələləri var. Orada diqqətli olmaq lazımdır. İnşallah o videolarda çəkib yükləyəcəm yavaş-yavaş. Belə. Bir də nə dedik? Bir də ikinci və üçüncü şəxslərin tərəfləri arasında da uzlaşma əlaqəsi var. Məsəl üçün, sinif otağı ifadəsində, sinif otağı, bax, mənsubiyyət şəkilçisinə görə xətt belə qoyulur və burada uzlaşma əlaqəsi olur. Və yaxud da dağın yamacı neçənci növdür? Üçüncü növ.
Burada da yenə xətt qoyulur və uzlaşma əlaqəsi var mənsubiyyətə görə. Və uzlaşma əlaqəsində həmişə xətt dedikdə asıl tərəfdən əsas tərəfə çəkilir. Oxun istiqaməti bu tərəfi göstərmiş olur. Belə. İndi belə deyək ki, dağın yamacı yeni göyərmişdi. Bax, belə bir cümlə yazırıq. İndi göyərmişdi. Nə? Dağın yamacı. Baxın, bir mübtada bir xəbərə görə bir dənə uzlaşma var. Dağın yamacı özü üçüncü növ təyini söz birləşməsidir deyə bunların arasında da bir dənə uzlaşma əlaqəsi var. Demək ki, bu cümlədə 2 dənə uzlaşma əlaqəsi vardır. Belə, bu uzlaşma. Əlaqələrdən bir dənəsi də idarə əlaqəsidir. İdarə əlaqəsi. İdarə əlaqəsinin göstəriciləri hal şəkilçiləridir. Hal şəkilçiləri. İndi belə bir şey deyim. Hal şəkilçiləri varsa, demək ki, əsasən nə ola bilər? Zərflik ola bilər. Hansı zərflik? Xüsusilə yer zərfliyi olacaq. Niyə görə? Çünki onlar daha çox hal şəkilçilərindən işlənmiş olurlar. Bir də tamamlıq olacaq. Niyə? Çünki tamamlıq da hal şəkilçiləridir. Bunlarla xəbər arasında nə var? İdarə əlaqəsi var. Və həmişə ox birinci tərəfdən ikinci tərəfə çəkilmiş olacaq. Yəni, xəbər burada artıq nə olur? Əsas tərəf olmuş olur. İndi baxaq cümlələrdə idarə əlaqəsinin tapılmasına. İndi, əziz insanlar, baxırıq buradakı cümlələrə. Baxın, nə dedik? İdarə əlaqəsinin göstəriciləri hal şəkilçiləridir. Cümləni təhlil edirik. Gedəcəyik. Kim? Biz. Təbii ki, bunu unutmaq olmaz. Bunların arasında uzlaşma əlaqəsi, mübtada xəbər. Kəndə gedəcəyik. Hal şəkilçisi və xəbər arasında nə olmuş olacaq? Yer zərfliyi, idarə əlaqəsi. İdarə. Yayda gedəcəyik. İdarə əlaqəsi olmayacaq uşaqlar. Niyə görə? Çünki yayda da şəkilçi hal deyil, leksik şəkilçidir. Bax, ən çox da bu məsələlərə yenə diqqət eləmək lazımdır ki, o da və dan şəkilçiləri, a şəkilçiləri bəzi hallarda yönlülük hal şəkilçisi olmur. Amonim şəkilçidir deyə başqa bir funksiyada da leksik şəkilçi kimi istifadə oluna bilir. Bax, burada nə oldu? İdarə əlaqəsi yer zərfliyi ilə xəbər arasında olmuş oldu. Söylədi kim? Hər kəs. Nəyi söylədi? Fikrini söylədi. Tamamlıq və xəbər arasında idarə əlaqəsi. Bu mövzuda fikrini söylədi. Bu mövzuda baxın. Bununla da nə olmuş olacaq? Yenə hal şəkilçisi olduğu üçün idarə əlaqəsi olmuş olacaq. Və söylədi ilə hər kəsin arasında isə mübtada xəbər olduğu üçün uzlaşma əlaqəsi olacaq. İndi bir şeyə diqqət çəkirəm uşaqlar. Eyni zamanda üçüncü növ arasında həm uzlaşma əlaqəsi var, həm idarə əlaqəsi var. Niyə? Həmçinin ikinci növə də aiddir bu. Çünki bunlarda yerinə görə hal şəkilçiləri var. Əsas tərəfdə də mənsubiyyət şəkilçisi var. Mənsubiyyətə görə uzlaşma olacaq, hal şəkilçilərinə görə idarə olacaq. Yəni, bunu yadımızdan çıxartmayaq. İndi baxaq, yaşayır. Kim yaşayır? İnsanların çoxu. Mübtada xəbər. Nəyi yaşayır? Həyatı yaşayır. Nə tərzdə? Kör-körənə. İndi bax, həyatı ilə yaşayır xəbər arasında oldu nə? İdarə əlaqəsi. Yaşayırla insanların çoxu arasında nə oldu? Mübtadadır, uzlaşma əlaqəsi. İndi, əziz şagirdlər, eyni zamanda insanların çoxu neçənci növdür? Üçüncü növ. Üçüncü növdə mənsubiyyətə görə nə olacaq? Uzlaşma əlaqəsi. Hal şəkilçisinə görə nə olacaq? İdarə əlaqəsi. Demək ki, bu cümlədə neçə dənə uzlaşma oldu? Üçüncü növ arasında bir dənə, mübtada xəbər arasında bir. 2 dənə. Neçə idarə oldu? Həyatı yaşamaq, bir də insanların sözündəki hal şəkilçisinə görə 2 dənə. 2 uzlaşma, 2 dənə idarə olmuş oldu. Diqqətli olmamız lazımdır. Keçirik indi nəyə? İndi üçüncü yanaşma əlaqəsi. Yanaşma əlaqəsi sözlərin bir-birinə yanaşması ilə. Burada artıq hal şəkilçisi məsələsi meydandan çəkilir. Burada nə var? Deməli, uşaqlar, birinci növ təyini söz birləşməsi arasında yanaşma əlaqəsi olur. Bir də asılı tərəfində hal şəkilçisi olmayan tərkiblər arasında olur. Məsəl üçün, birinci növ, nə deyirəm? Uca dağ. Nə var? Təyin varsa, birinci növdəsə yanaşma əlaqəsi var. Tərkib, amma
asılı tərəfi hal şəkilsiz tərkib. Məsəl üçün, bərkdən qışqırmaq nədir? Məstər tərkibidir. Asılı tərəfi nədir? Dən hal deyil, leksikdir, zərf düzəldən şəkilçi. Bunların arasında nə var? Yanaşma əlaqəsi var. Uca dağın arasında nə var? Yanaşma əlaqəsi var. Burada diqqətli olmaq lazımdır. Yəni, bir növ belə deyim. Təyin və aid olduğu cümlə üzvlərinin hamısında yanaşma əlaqəsi var. Deməli, hal şəkilsiz zaman zərfliyinin, tərzi hərəkət zərfliyinin, səbəb, məqsəd zərfliyinin, kəmiyyət zərfliyinin xəbərlə əlaqələnməsi arasında da nə olmuş olur? Yanaşma əlaqəsi olur. Yəni, hal şəkilçisi yoxsa yanaşma əlaqəsi var, diqqətli olmaq lazımdır. İndi cümlələr yazaq, başlayaq. Bütövlükdə hamısını deməli, cümlələr bunlardır. Baxaq görək, burada biz yanaşma əlaqəsini necə tapırıq. Deməli, gəlsin, nə gəlsin? Sizin səsiniz. Hardan gəlsin? Yüksəklərdən. Nə zaman gəlsin? Həmişə gəlsin. Baxın, zaman zərfliyi və xəbər arasında olacaq yanaşma əlaqəsi. Niyə? Hal şəkilçisi yoxdur ki, burada da demişəm, yuxarıda da izah elədim ki, zaman zərfliyində hal şəkilçisi olmadığı təqdirdə yanaşma əlaqəsi olur. Yüksəklərdən gəlsin, dan çıxışlıq idarə əlaqəsi var. Baxın, burada nə olur? Bunu gətiririk bura. Sizin səsiniz mübtədadır, olacaq uzlaşma. Və sizin səsiniz üçüncü növdürsə, eyni anda bunların arasında həm uzlaşma, həm idarə. Bu bir cümlə. Keçdi. Nə keçdi? Güllələr. Bunların arasında nə oldu? Uzlaşma əlaqəsi. Başımın üstü. Bax, başımın üstü. Üçüncü növdür. Eyni anda idarə və uzlaşma. Başımın üstündən keçdi. Hal şəkilçisindən uyğunlaşdı idarə. Nə tərzdə keçdi? Vıyıltı ilə bu da olacaq yanaşma. Qarışmışdı. Nə? Qarğaların səsi. Bax, mübtəda xəbər. Nə oldu? Uzlaşma. Qarğaların səsi üçüncü növ. İdarə, eyni anda uzlaşma. Necə qarğaların? Baxın, boz qarğaların. Təyin və bu cümlə üzvünün arasında nə olacaq? Yanaşma. Bülbüllərin səsi yenə idarə, üçüncü növ olduğu yenə uzlaşma. Səsinə qarışmışdı. Xəbər arasında hal şəkilçisi olacaq idarə. Bu qədər bəsit uşaqlar. Deməli, susurduq. Kim? Hamımız. Mübtəda xəbər, uzlaşma. Dərin bir hüzün, yanaşma təyin olacaq. Düzdürmü? Nə tərzdə susurduq? Hüzünlə susurduq. Baxın, bu da olacaq nə? Yenə yanaşma. Nədən susurduq? Nədən olacaq? Bu xəbərdən çıxışlıq hal olacaq idarə əlaqəsi. Bu xəbər yenə olacaq yanaşma əlaqəsi. Vəssalam. Burada bu cümlələrin sintaktik əlaqələrinin tapılması. İndi bir-iki dənə də cümlə yazıb izah eləyəcəm. Ondan sonra dərs inşallah ki yekunlaşacaqdır. Əziz şagirdlər, indi bu cümlələri də təhlil eləyək, yekunlaşdıraq. Deməli, cümlənin təhlilinə baxırıq. Gözləməyə başladılar cümlənin xəbəri. Bəzən buradakı əl şəkilçiləri bizi çaşdırmasın. Mürəkkəb feillərdə ola bilir. Mürəkkəb feillərin tərkibində mürəkkəb feildən söhbət gedirsə. Bu bir söz sayıldığı üçün artıq bunun içindəki hal şəkilçisini biz heç nə götürməyəcəyik. Məsəl üçün, yaza bilmək A şəkilçili feil, üstəgələ bilmək feili olanda nə olmuş olur? Bu, mürəkkəb feil sayılır. Bunların tərkibindəki hal şəkilçisi bizim heç bir işimizə yaramır. Yəni, bunun arasında əlaqə yoxdur. Gözləməyə başladılar kim? Birincilər. Nə oldu bunların arasında? Uzlaşma əlaqəsi oldu. Kimi gözlədilər? Müəllimi gözləməyə başladılar. Hal şəkilçisi, tamamlıq, idarə. Sinifə daxil oldular. Sinifə daxil oldular. Bax, sinifə ilə daxil olduların arasında nə var? İdarə. Nə tərzdə gözləməyə başladılar? Oturub gözləməyə başladılar. Bunların da arasında nə olacaq? Yanaşma əlaqəsi. Çünki feili bağlamada hərəkətin tərzini bildirir. İndi cümlədə neçədən əlaqə olmuş oldu uşaqlar? İdarə burada 1, uzlaşma 2, idarə burada 3, oturub yanaşma 4, amma deyirik 5 sintaktik əlaqə var. Niyə? Çünki bir də bunların arasında həmciz xəbərdir. Bax, daxil oldular da, gözləməyə başladılar da kim? Birincilər. Həmciz xəbər olacaq bunların arasında.
və bunların arasında bir dənə tabesilik əlaqəsi olduğu üçün 5 sintaktik əlaqədən istifadə olunur. Və tabesilik əlaqəsində yadınızda qalsın, ox bu cür çəkilir, iki başlı. Çünki heç biri bir-birinə tabe deyil, bərabər hüquqludur deyin, ox iki başlı çəkiləcək. Sonra baxırıq, dram əsərlərini ədəbiyyatımıza gətirən yazıcı Axundzadə həm də ilk povestin müəllifidir. Bax, povestin müəllifi 3-cü növ. Bunun arasında eyni zamanda idarə, eyni zamanda uzlaşma oldu. Povestin müəllifidir kim? Mirzə Fətəli Axundzadə. Bunların arasında da eyni zamanda nə oldu? Uzlaşma. İlk povest, təyin və xəbər nə olacaq? Yanaşma əlaqəsi olacaq. Həm də təbii ki, getdi. Niyə görə? O heç bir əlaqədə iştirak eləmir. Deməli, hansı Axundzadə? Yazıcı Axundzadə. Bunun arasında nə oldu? Yanaşma. Hansı yazıcı Axundzadə? Dram əsərlərini ədəbiyyatımıza gətirən. Bax, bununla da bunların arasında nə oldu? Yenə yanaşma. Ədəbiyyatımıza gətirən, baxın, yönlülük hal şəkilçisi tərkibi yaradan sözlə əlaqələndir. Bunların arasında idarə əlaqəsi olacaq. Dram əsərləri eyni anda uzlaşma və idarə olacaq. Niyə 3-cü növdür? Əsərlərini gətirən olacaq idarə əlaqəsi, ədəbiyyatımıza gətirəndə tapdıq. Baxın, deməli həmişə biz cümlə üzvlərini gözləməyəcəyik ki, cümlə üzvü ilə cümlə üzvünün arasında əlaqə var. Bəzi hallarda bax görürsünüzmü? Dram əsərlərini ədəbiyyatımıza gətirən fe'li sifət tərkibinin arasında normalda belə deyək, cümlə üzvləri yoxdur. Sadəcə əsas asılı sözlər əsas sözə tabe olur. Bax, bunların arasında nə var? Əlaqə var. Dram əsərlərinin heç bir cümlə üzvü deyil, asılı tərəfdir. Amma ikinci növ olduğu üçün eyni zamanda uzlaşma və idarə götürəcəyik biz bunu. Əsərlərini sözü gətirən fe'li sifət tərkib yaradan fe'li sifətlə əlaqələnir. Bunların arasında idarə əlaqəsi olmuş olacaq. Ədəbiyyatımıza gətirən yenə hal şəkilçisi var. Bunların arasında idarə əlaqəsi olmuş olacaq. Yəni bu məsələyə də nə etmək lazımdır? Diqqət eləmək lazımdır. Zehniniz açıq olsun. Uğurlar.